76'dan danışırıq. Deyir ki, aralıq olaraq mənfi pidən 2 piyə qədər maksimumu A nöqtəsi ilə, minimumları isə BC nöqtələri ilə göstərilmişdir. ABC üçbucağının sayəsini tapdır. Deməli, maksimumu A'dır, minimumu B ilə C. ABC üçbucağının sahəsini istəyir. Qayıtdan şəklimizə. Bax aşağılar. Mal lazımdır, mənfi pidən. Birincisini soyduğu şəklini çəkmək lazımdır. Şəkli çəkəndən sonra nətər çəksiniz? Baxın, məsəl üçün sinus 0-da 0-dır, 90-da 1-dir, 180-də yenə 0-dır, sonra 270-də mənfi 1-dir, 360-da 0-dır, sonra mənfi 90-da ya da 270-də mənfi 1-dir, sonra mənfi 180-də ya da mənfi 180, belə müsbət 180-də 0-dır, belə bir şeylərdir. Aralıq olaraq mənfi 180-dən 2 piyə qədər, bax bu aralıqdan danışırıq. Bu aralıqda deyir, maksimumuna A-dir, minimumuna B-dir. Qulaq asaq. Bir də o biri minimumuna da deyir C-dir. Burada bir dənə üçbucaq əmələ gəlir, Raşən. Qaranız necə oldu bizə? Burada bir dənə üçbucaq əmələ gəlir, deyir. Bu üçbucağın sahəsini tapdır. Biz də demişik ki, trigonometriya radiusu 1-ə bərabər olan çevrədən danışır, düzdür? Burada qalxdığımız ən yüksək nöqtə neçədir? Düşdüyümüz ən alçaq, ən az qiymət neçədir? Ümumi hündürlüyümüz, üçbucağımızın hündürlüyü nə olar? 2. İndi oturacağıq. Əgər mənfi pidən başlanmağımıza baxmayaraq, burada nə minimumdur, nə maksimumdur da, neytraldır, ortadadır. Minimumumuz oldu bura, mənfi pi bölü 2. Buraya yazıram mənfi pi bölü 2. Sonra yenə minimumumuz oldu. 2 pidə, aralıq olaraq 2 pidə qutarmamıza baxmayaraq, minimumu alıbdır 3 pi bölü 2-də. 3 pi bölü 2-də. Sonra indi məsafədən danışırıq. Məsafə anlayışı həmişə müsbət anlayışdır, Teymur. Bax, buradan bura qədər məsafəm, daha doğrusu müsbət tərəfdə da mənfi pi bölü 2 müsbət götürəcəm axı, mən məsafədən danışıram axı. Mənfi 90, buradan bura qədər olan məsafə olaraq deyəndə 90 olacaqdır mı? 90. Buradan bura qədər də 270 olduğunu özü deyir, düzdür mü? 90 üstədə 270 gələndə 360. 360-da nə deməkdir? 2 pi. Üçbucağımızın oturacağı 2 pidir. Hündürlüyü 2-dir. Üçbucağın sahəsi durun. AH bölü 2. AH bölü 2. Üçbucağın sahəsi olur 2 pi. Çatır. Tez köçürəm.